Baxın, mən istəyirəm siz danışasınız real hekayə hansı ki, magiya ilə sizin yanınıza gəlib və təəssüratını necə bölüşüb gedib. Məndə sizə biraz maraqlı hadisələr olur. Çünki belə deyim, artıq 9-10 ilə yaxındır ki, bu spiritual sahədə fəaliyyətdəyəm və çox insan görmüşəm də. Ən vəzifəlisindən ən kasıbına, falsıdan magiyanın özünə qədər, magiya eləyənə qədər, nə bilim, kilsə rahibi də gəlib seansına hətta. Ciddi deyirəm. Özü çıxamayıb da situasiyadan. Ona görə də bir çox hallar olub. Misal bir kişi var idi. Bu kişi əslən Şəmkirdən idi, belə deyim, amma özü Rusiyadaydı. O Food City zat mağazalar deyilir, onunla məşğul olurdu. Bu birdən-birə bütün biznes aparatı çökmüşdü. Adam o haldaydı ki, bu insanda bir sən oldu. Gecə yatılırdı, dik atılırdı yatanda öz-özünə. O deyir ki, həyatım boyu yeyib içən, kef eləyən, rahat olan bir adam olmuşam. Birdən-birə düşmüşdü bir dənə elə bir mandrajada çıxanmır. Və həmin an elə bir andır ki, sən ən məntiqli adamda olsan, enerjin bloklandı ya sənin. Artıq o anda sən rahat qərar ala bilmirsən. Düşünənmirsən, elə ağlıva gəlmir. Bilmirsən necə çıxasan. Və o da ağlına gələ biləcək hər şeyi işlədir. İçki içir, narkotikdən istifadə eləyib, başını qatacaq, hər üsulu eləyir ki, çıxsın bu vəziyyətdən, çıxanmır. Bildiyi köhnə Və vərdişləri. daha betərə gedir, daha betərə gedir. Ən sonunda gəlir mənə müraciət eləyir. Nəsə biz bunu araşdırdıq və araşdıranda baxdıq ki, bunun ortaq olduğu, şərik olduğu şəxslər magiya deməyək də, o buna ancaq elə bir neqativ ötürür. Psixi hücumlara məruz eləyir. Bu da spirtli içki falan çox içdiyi üçün bu arada spirtli içki insanın aura dairəsini zəiflədir. Bax, spirit ingiliscədə ruh deməkdir. Ərəb mənşəli də alkoholdur. Yəni ruhu özündən alan içki, alkol deyir ya, alkol. Əl və kul sözündən gəlir, yəni səndən alır səni. Və sən şuurlu olmadığın üçün artıq auran zəifləyir. Onun üçün spirtli içki qəbul eləmək də dində qadağan olunur. Çünki sən özün özündə olmursan. Çıxırsan özün. İnsan kamilliyi o vaxt çatır ki, o şuur altının təsirindən çıxıb 100% şuurlu halda olsun. Sən 100% şuur idarə eləyəndə, sən olsan kamil insan. Bizi heyvanlardan fərqləndirən sistem şuurlu olmağımızdır. Amma biz gündə 10% şuurluyuq da, 90% şuur altı və instinktlər idarə edir. Bəli. Nə vaxt ki 100% şuur olacaq, o vaxt sən olacaqsan kamil insan.